Həyatın mistikasıdır bu, ana olmaq. Ən böyük mistikadır. Analıq meyvəsindən daha dadlı heç nə dada bilməzsən. Gedib NASA'da da işləsən, gedib Nobellər də alsan, Marie Curie kimi, heç vaxt analıqdan aldığın bəhrə qədər bəhrəli olmayacaq bu. Acıdır analıq. Acı günləri çoxdur, əziyyətli günləri yoxdur. Amma bu acıyı, biz məsələn xörəyimizə də acı tökürük də, məsəl üçün, dad verir. Bu acı sənin həyatına dad verir. İnan ki, bundan dadlı heç nə yoxdur. Bilənlər bunu bilir. Amma tovlaya bilirlər, gənclərin başını aldada bilirlər. Yox, sən də əvvəlki nəsillər kimi uşaq dünyaya gətirəcəksən, çox uşaqlı mı, ailə mi olacaqsan? Yox, sən gəz, toz, dünyanı axtar, sən qeyri-adisən. Qeyri-adilik adilikdədir. Yanacan gülüşləri